Ekstrasens Nadim Əlixanov daha əvvəl səsləndirdiyi proqnozunu xatırladaraq bildirib ki, cari ilin sel sularının çox olacağı və təbii fəlakətlərin daha tez-tez baş verəcəyi ilə bağlı öncədən xəbərdarlıq edib. Onun sözlərinə görə bu proqnozu əvvəlcədən ictimaiyyətlə bölüşüb və hesab edir ki, bu barədə açıq şəkildə danışan digər ekstrasens olmayıb. Nadim Əlixanov qeyd edib ki, ilin əvvəlində verdiyi açıqlamada sel hadisələrinin artacağını və müxtəlif təbii fəlakətlərin baş verəcəyini bildirmişdi. O, bu fikirlərinin hazırda yaşanan hadisələrlə üst-üstə düşdüyünü iddia edib. Bu il yaşadığı qədər böyük sel sulardan əziyyət çəkdiyiniz illər olubmu? Mən niyə bunu xatırladıram? Sizlərə mən demişdim ki, son 50-100 ilin böyük su sellər gələcək. Sellər hər il olur. Amma bu il olduğu kimi olubmu? Bunu ona görə sual verib demək, xatırlamaq istəyirəm ki sizə. Yəni, mənim proqnozum neçə dəfə verdim. Xatırlayın ki, son 50-100 ilin bu cür sellər gələcəyini demiş bir insanın dediyini düz çıxdığı üçün və bundan sonra gələcək olan zəlzələ və dünya savaşında düz olacağından şübhə etmirsinizsə, ona uyğun addımları atın, hərəkətləri edin. Yəni, mümkün qədər elə. Onu xatırlamaq istəyirəm. Sağ olun.